İkinci, rəğbət, eraz. Rəğbət və yaxud da eraz. Yəni, nə deməkdir bu? Yəni, imtina, boyun qaçırmaq. Cənab Ömər, yəni ikinci xəlifələri, buyurun cavab verin bax buna. Ömərin belə sözləri var. Bunlar da həmsinin ayə sayıb. Mən ərəbcəsini oxumuram vaxt getməsin deyə. Deyir, atalarınızdan imtina etməyin. Çünki onlar, çünki bu bunu etməli, özünüzə küfr etməlidir ki, atalarınızdan siz eraz eləyəsiniz, imtina eləyəsiniz, boyun qaçırasınız. Sonra, bu özünüzə küfürdür ki, atalarınızdan boyun qaçırasınız və başqa rivayətdə var, mən mənbə qeyd edəcəm. Özünüzü atalarınızdan ayırmaqlıq küfrə, özünüzün küfrünə səbəb olur. Mənbələr qeydlərdə Səhih Buxari cild 8, Səhih Müslim cild 4 və cild 5-də. Və Əd-Durrul Mənsur müəllif Suyuti cild 1 səhifə 106. Bunlar hamısı elmi mövzulardır ya. İndi mümkün ki, ağır gəlsin, nə ağır gələsiz, inşallah məlumatlasınız. Yəni, bilməliyik hamısı. Bunları qeyd edir. Deyir, mümkündür ki, bu sözləri, mümkündür, hələ ehtimal. Ora sübut yoxdur. Hələ ehtimal veririk. Hələ sübut olsa o heç. Mümkündür ki, şayət bu sözləri Ömər, yəni deyibsə, bəlkə deyə babalın yığmayaq, yəni xeyrə yozaq ki, yaxşı yozaq ki, bəlkə bunu Peyğəmbərə eşidib, amma onu ayə ünvanına başa düşüb. Çünki bu dediyimiz mətnlərdən Quran ayəsinin iyi gəlmir. Quranın ritmi ilə, Quran o qafiyəsi ilə bu sözlər uyğun gəlmir. Münasib deyil. Bu, Peyğəmbərin sözü ilə ayəni ayırmaq nə qədər çətin bir şeydir. Və orada deyir, özünüzə küfür edirsiniz. Bu sözü də nədir mənası? Bu söz adam bu deyir. Bunun mənası nədir? Özünüzə küfür edirsiniz sözün nədir mənası? Hansı fakta əsaslanıb adam sözü deyir. Hələ düşünsək ki, elə bu adam hələ Peyğəmbər eşidib. Hələ o barədə əlimizdə hələ sübutumuz yoxdur. Bu iki. Üçüncü cihad ayəsi. Ki, güya belə bir Quran ayəmiz olub. Bu da həmçinin Cənab Ömərdəndir. Deyir ki, Quran-ı Kərimdə cihad ayəsi olub əvvəllər, sonra düşüb. Düşüb yəni nə? Təhrif demək istəyirsən? Açıqdır da bunu. İbn Ovfdan, İbn Ovf soruşdular. O şey ki, bizə də nazil olub ha. Bizə nazil olan bir şey var, o ibarə, o cümlə. O deyir, sən tapmısan, dedilər nə? Deyir, incahədu, ayənin deyir burada. Əgər cihad etsəniz, yox, cihad edin. Necə ki, əvvələ siz cihad eləmişsiniz. Cavab verdi ki, bəli, bu deyir, Quranda olub, Ömər cavab verdi İbn Ovfun sualının cavabında. Deyir ki, hə, bu ayəmiz Quranda olub, əvvələ sonra düşüb. Mənbə qeydləyək də, mənbə də Əd-Durrul Mənsur cild 1-də, müəllif Suyuti. Bu oldu 3. Dördüncü, fəraş. Fəraş yəni ki, yataq da insanın yatdığı yer. Belə məna, bir neçə mənası, bir də budur. Yenə Ömərin nalətlerindən deyir ki, Ömər düşünürdü ki, belə bir Quran-ı Kərim ayəmiz olub, düşüb. Əl-vələdu lil-fəraş və ləl-ahiril həcər. Deyir, övlad, yataq, üçündür. Amma deyir, pis iş görən üçün daş var. Belə bir ayədir. Yəni, belə izah edək. Yaxşı övlad bu mənada ola bilsin və ya pis övladdırsa, o daşqalaq eləyərsən də belə bir söz deyir. Nə demək istəyir? Bu deyir, 4-cü ayəmizdir ki, Ömər deyir, düşünür ki, Quran-ı Kərimə həsf olub. Quran-ı Kərim düşüb. Amma bağlısı nədir? Peyğəmbərin heç bir sahabəsi bu deməyib. Məsələn, Zeyd sahabi bu deməyib. Übey ibn Kəb bu deməyib.
və digər sahabələr də bu iddianı etməyiblər. Bir hala ki, bu adamlar müshaf yığanlardır. Müshafı yığanlar Zeyd Sabit, Übey ibn Kəb, hasıl müshafda bu ayə olub. Yoxsa qeydlərlər də bunu. Bir nəfərin demə nə qədər etibarıdır. Yəni bu eşitdi elm millətin içərisində. Heç nə eşitmədi. O belə bir söz var, dillər Əbəş adından dillər ki, o vaxt xanım Fatimədən fədəki aldı. Demişəm bu sizə. Xanım Fatimədən fədəki aldı. Deyir ki, peyğəmbərlər irs qoymurlar. Belə bir özündən hədis saxtalaşdırdı. Qondarda Əbu Bəkir. Sual. Yəni xanım Fatimə bunu bilmirdi, Əbəkir bilirdi. Ki, peyğəmbər irs buraxmır. Xanım Fatimə peyğəmbərlər irs buraxmadığı halda gəlib orada irsini istəyir. Bunu xanım eləyə bilərdi. Bunu ancaq Əbəkir eşidib. Hansı sahabə bu 14 əsr ərzində Əbəkirdən başqa bir sözü deyib. Ancaq o deyib. Bu harada deyib? Əbəkirin qulağına deyib ki, ancaq sən bil. Ancaq o deyib. Xəbər vahiddir. Bir nəfərin sözüdür. Xəbər vahid qəbuldur hər sevimdə. Yox, nə qəbul edirsiniz? Xanım Fatimə bildiyi halda ki, iris olmaz, gəlib haqqı olmadığı şey tələb eləyir. Bunu eləyər xanım Fatimə. Yaxşı, bu da dördüncü. Dördüncü nə oldu? Dedi ki, belə bir özündən söz çıxarır. Dedi ki, əl-vələdül fəraş və dəl-ahirül həcər. Deməli, övlad ata üçündür, yataq üçündür və pis əməl sahibi üçün daş var. Yəni, yaxşı övladdırsa ataya məxsusdur, pis övladdırsa daşlayasan bunu. Deyib, bax, bu sən tərdir. Biz o iyi deyirik də. Bax, cümlədən ayənin iyi gəlmir. Cümlədən bir deyək, o nur çıxmır. Ki, bundan bir sən nəsə ilham alasan ki, bu ayə oxşamır.